Kardeşim ver bir 40 sürüm də. Adır, keçən səfər sənə maşın verəndə motoru vurmuşdu. Ayıb olar, mən sənə ziyan verərəm, mənə güvənə bilərsən. Yaxşı, gəl əyləş. Maşın necə kodlanır? Ay, sən bilmirsən maşın necə xodlanır, sürmək istəyirsən, davay düş maşından. Yaxşı, zarafat edirəm. Durmuş hardadır burada? Ruçnoy dart! Ruçnoy dart! Allah, dur, qaranlıq oldu, dur. O məzələnirsən, mən atama nə deyəcəm? Ayda telefonum da söndü, nə ustaya zəng eləyə bilərəm, nə atama zəng eləyə bilərəm. Ayda maşında xodlanmır, necə olacaq indi? Ağlama, indi qaqaşın həll eləcək. Telefonun zaratkası ölməyib ki? Əlbəttə ki yox, çünki bu Honor X8-dədir. Möhtəşəm 7000 mAh batareya tutumuna malikdir və bu da bazardakı smartfonların arasında ən yüksək göstəricilərdən biridir. Düşünürsən ki, batareya böyük olduğu üçün telefon qalın olacaq? Xeyr. Honor X8-də 7.5 mm incəliyi ilə batareyada itki vermədən premium dizayn təqdim edir. 45 volt Honor super şarjı ilə smartfon ən tez zamanda enerji ilə dolacaq və tam dolduqdan sonra 52 saata qədər işlədə bilərsən. Batareya ömrü 6 ildir və 31 saat video izləmə imkanı var. Kimə yığırdın ki? Atova, dedim ki sən o maşını vurdun. Nə dedin, gel bura?